Musiqi dinləmək demensiya riskini 39% azaldır. Avstraliyanın Monash Universiteti alimləri demensiya riskini azaltmaq üçün sadə üsul aşkar edib. 10 mindən çox insanın iştirak etdiyi yeni araşdırmaya görə 70 yaşdan sonra müntəzəm musiqi dinləmək beyin sağlamlığını qorumağa kömək edir və demensiya riskini 39% azaldır. Tədqiqat nəticələri göstərib ki, həyatında musiqiyə daha çox yer verən insanlar yaddaş testlərində daha yüksək nəticələr əldə edib. Xüsusilə gündəlik hadisələri xatırlamaq qabiliyyəti olan epizodik yaddaşın daha yaxşı qorunduğu müəyyən olunub. Araşdırmada həmçinin qeyd edilir ki, musiqi alətində ifa etmək demensiya riskini 35% azaldır. Musiqi dinləmək və ifa etməyi birlikdə həyata keçirən şəxslərdə isə idrak pozuntuları riski 22% aşağı düşür. Alimlərin fikrincə, musiqi beynin bir neçə hissəsini eyni anda aktivləşdirərək sinir hüceyrələri arasında əlaqələri gücləndirir.